İnsult keçirəndən sonra dünyasını dəyişən Nəcibə Behbudova həyatının son anına qədər bir ana kimi gözlədi. Onun məzarı Yasamal qəbirstanlığındadır. Bu sadəcə bir aktrisanın yox, ömrü boyu həm səhnədə, həm həyatda rol oynayan, amma ən ağır rolu gözləməyi yaşayan bir ananın hekayəsidir. İskəndər Zülqərney can üstü olanda deyibdi. Ne deyib Aymə? Dünyanı baş-başa gəzmişəm özüm, ancaq bu dünyadan doymuyur gözüm. Gel otur oğlum, gel. Bu saat ben sizin için çay hazırlayayım, oturun. Ay tamam, qonağımız var, çay hazırla. Qonağımız olduğunu Belə təsirli həyat hekayələrinin davamı üçün kanala abunə olmağı unutmayın.